Salam, hər vaxtınız xeyir dostlar. Bugün işləri təxirə salmaqdan və işi başlaya bilməməkdən hansısa bir işi gecikdirmək, süründürməkçilikdən danışıram. Yəni özümüzə etdiyimiz, belə demək olarsa, süründürməkçilikdən, təxirə salmaqdan. Yəni elə olur ki, bəzən hansısa bir iş biz onu etməliyik, vaxtı gəlib çatıbdır və yaxud da ki, etmək istədiyimiz vaxt hansı ki qərar vermişdik, bu vaxtda edəcəm, vaxt gəlib çatıbdır, amma elə bilmirik, çox ağır gəlir, çox çətin gəlir. Bir növ, yəni o işi etmək bizə bir dağı yerindən oynatmaq qədər imkansız və yaxud da ki, çətin, mürəkkəb, ağrılı, problemli görsənir. Elə hiss edirik. Bu, insan olan hər kəsin başına gəlir və çox da normal bir şeydir. Bunun o anda, o insan üçün bir çox səbəb ola bilər. Yəni, niyə insan elə hiss edir? Kimsə ola bilər ki, çox tənbəldir və yaxud da ki, kimsə ola bilsin ki, çox yorğundur. Kimsə ola bilsin ki, hansısa həyatında başqa problemlər var, stresidir, əsəbidir. Kimsə ola bilsin ki, səhhətində problem var və s. və l-axır. Bu hallarda, əgər belə deyək də, səhhətlə bağlı, sağlamlıqla bağlı bir problem yoxdursa, bəzən o anlarda belə istifadə eləmək olur bunu. Edə biləcəyimiz ən yaxşı şey, edə biləcəyimiz ən kiçik şey etməkdir. Yəni, deyək ki, məqalə yazacaqsan, amma yazmaq istəmirsən, sadəcə məqalənin adına qərar vermək və təxmini belə bir o məqalədə nələri yazacaqsan, nələri əhatə edəcəksin, onlara qərar vermək, onları yazmaq, düzmə qərar eləməkdir. Və yaxud da kitab oxumalısın, oxuya bilmirsən, sadəcə kitabı aç, bax, yəni içindəkilər bölümünə bax, ondan sonra hər bölümün başlığına, hər bölümün içərisindəki hissələrə bax, misal üçün, bölümlərin içərisində olur ki, böyük hərflə yazılan yerlər olur, böyük hərflərlə yox, üzrə böyük fontlarla yazılan yerlər olur, bold yazılan yerlər olur. Yəni ki, gözə çarpan yerləri bax, bir-bir bölüm bunu get. Və yaxud da ki, idman eləmək istəyirsən, amma yenə edə bilmirsən. Bu zaman da bütün bir saatlıq idmanı eləməyi düşünmə. Sadəcə də ki, bir neçə streç eləyəcəm və yaxud da ki, 5 dənə jim eləyəcəm, 5 dəfə dartınacam. Ola bilsin ki, hansısa bir strategiya hazırlamışsan, hansısa bir plan hazırlamalısan, çətindir. Yəni, onun hamısını etməyə çalışma əgər olursa. Sadəcə de ki, ümumi başlıqları hazırlayacağım. Yəni, qısacası, etmək istədiyin iş nədirsə və o işlə bağlı edə biləcəyin ən asan, ən kiçik növbəti addım, atacağın addım nədirsə, onu et. Bu, nəyə görə faydalıdır? Ona görə faydalıdır ki, çox hallarda bunu etdikdə, o kiçik addımı, bizdə o digər qalanlarını da etmək üçün də motivasiya, həvəs yaranmış olur. Və o işi biz başlayırıq etməyə. Çünki çox vaxtı biz ona görə etmək istəmirik ki, biz yorğunluq, halsızlıq, enerjimiz yoxdur. Biz sadəcə onu gözləyirik ki, yəni o enerji öz-özünə yaransın və o da öz-özünə demək olar ki, heç vaxt yaranmır. Biz də o kiçik edə biləcəyimizdən onu etdikdə artıq hərəkətə keçdiyimiz üçün hərəkət emosiyanı yaradır. Biz həmişə gözləyirik ki, emosiya olsun, sonra biz hərəkət edək. Amma əslində biz hərəkət etməliyik ki, emosiya yaransın. Ən ideal olan budur. Digəri də olur bəzi hallarda, amma ən ideal olan budur. O, digərinə bel bağlamaq çox səhvdir. İkincisi isə ona görə faydalıdır ki, onun heç hamısını etməsən belə, sırf o gün 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə nədirsə, az belə olsa, sən o işi etdiyin üçün emosional olaraq, fikri olaraq sən o planından, disiplindən qopmamış olursan, yəni zənciri qırmamış olursan və davamlılığı qoruyursan. Bu da bugün az işləsən belə sabahı qoruyur. Yəni, sabah sənin yenidən bu işi etməyini asanlaşdırır. Çünki bir işi biz nə qədər etməksə, nə qədər uzaqlaşırıqsa, o işi təkrar başlamaq o qədər çox ağırlaşır, çox çətinləşir. Bu qısa addımı etdikdə isə biz bunun qarşısını almış oluruq. Belə. Qısa bir epizod oldu. İstərim paylaşım. Həqiqətən önəmlidir və həqiqətən də çox-çox effektlidir. Yoxlayın, özünüzdə görün.